Güvenirik Allah ile şeytandan müraciət etmişdən. İsmi-ilə Allahın, Rəhmanın, Rəhimin. Aqibət xeyr Allahdan qorxanlar üçündür. Allahın salamı olsun, inanıb əməllərini islah edən, biri-birini haqq ilə, səbirlə tövsiyə edən bütün bəndələr üzərinə bu gündən, axirətin gününə qədər və sonda. Və Allahın lənəti olsun, Allahın düşmənlərin üzərinə və inananların düşmənləri üzərində bu gündən, axirətin gününə qədər və sonra. İnşallah, Allahın izni ilə mən çalışacağım Quran ayələri ilə deyim. İstərsiniz not da ala bilərsiniz, sonra hansısa sözü anlamazsınızsa, yəni onu özünüz yəni dilinizdə Quranı ayəti oxuyanda yəqin ki anlaşılar. İlk öncə onu demək istəyirəm ki, Allah Bəqərə surəsinin 2-ci ayəsində deyir ki, bu Quran şübhəsiz Allahdan qorxanlar üçün bir kitab olduğunu söyləyir. Şübhəsiz olur. Ona görə də biz Qurana heç bir şübhə ilə yanaşmamalıyıq. Allah Quranında nə deyirsə, biz ona əməl etməliyik. Yunus surəsi, yəni 10-cu surənin 37-ci ayətində Allah deyir, bu Quran, əlimizdəki olan Quranı deyir Allah, Allahdan başqasının yanından gəlmiş iftira deyil, lakin təsdiq edir əllərində olanı və Allahın hökmlərini təfsil edən kitabdır ki, yoxdur şübhə onda, aləmlərin Rəbbindəndir. Deməli, bu Quranda yerləşən Allahın hökmləri var. Allahın hökmlərini də nə hədis, nə bizim özümüzün yorumumuz yox. Ancaq və ancaq Quran təfsir edir. Quran izah edir. Sonra başqa ayətlər də var ki, 6-cı surənin 155-ci ayəsində Allah öyrədir ki, Qurana tabi olun. Mübarək kitab olan Qurana tabi olun. Və 47-ci Muhammed surəsinin 2-ci, 3-cü ayəti var. Allah başqa ayətlərdə də öyrədir ki, yəni 3-cü surənin ilk ayələrində, 5-ci surənin 44, 45, 50-ci ayəsinə qədər öyrədir ki, yəni Allahın nazil etdiyi Tövrat, İncilə inanın deyir. Yəni Allahın nazil etdiyi ilə hökm etməyən kafir, fasik, zalimdir. Allah da Allahın nazil etdiyi ilə hökm etməyi bizə əmr edir. Artıq onlara inanmağı deyir. Amma onlara tabi olmağı Allah demir. Çünki ixtilafdır. Bunu hepimiz bilirik. Yəni onu dəyişdiriblər. Ona görə də Allah artıq Muhammed surəsinin 2-ci, 3-cü ayəsində deyir. İnananlar tabi olurlar Muhammedin üzərinə nazil olana. Bir o haqdır. Quran yəni Muhammed Aleyhisselamın üzərinə nazil olan Qurandır. O haqdır. Aləmlərin Rəbbindəndir. 3-cü ayətdə isə deyir. O kəslər ki, kafirdirlər, tabi olurlar batilə. Yəni, Qurandan başqa kitablara tabi olanlar artıq Allah onları batil adlandırır və onları inanmayanlar, yəni inkar edənlər batilə tabi olur. Hətta özünün nazil etdiyi Tövrat və İncil də buna aiddir. İnananlar isə, kimlər ki inanır, tabi olurlar Rəblərindən nazil olan, öz bəndəsi Muhammed Aleyhisselamın üzərinə nazil olan haqqa. O da Qurandır. Və ən doğru yola da Quran hidayət edir. 17-ci surənin 9-cu ayəsində Allah öyrədir bunu. Və beləliklə Əl-Rəhman surəsinə görə, ilk ayəsinə görə Allah ilk öncə Quranı yazır, sonra insanı xəlq edir və sonra bəyanı öyrədir. Və istəyirəm 30-cu surənin 30-cu ayəsindən istəyirəm inşallah oxuyam. 33-cü surənin 62-ci ayəsində Allah öyrədir ki,
Allahın qanununda, sünnətində heç bir dəyişiklik yoxdur. Allah Quranı yazıb, sonra insanı xəlq etdiyini deyir. Deməli, burada artıq Quranın haqq olduğunu deyir. İnsanlar Tövrat da, İncil də Qurandır, onu dəyişdirdilər. Və 30-cu surənin 30-cu ayəsində Allah deyir, üz tutun, yəni yönəldin vəçini hər kəsə deyir bunu. Hənif dinə, yaratdığını Allahın, hansı ki, yaradıb insanları onun üzərində. Yoxdur dəyişiklik xəlq etməyində Allahın. Budur qiymətli din. Və lakin əksər insan bilməz. Allah burada hər birimizə öyrədir ki, üz tutun, hənif dinə. O din hənif dindir ki, onu Allah yaradıb. Və insanları həmin dinin üzərində yaradıb. Demək, Allah ilk öncə dini yaradır və ondan sonra insanı həmin dinin üzərində xəlq edir. Din yol deməkdir. Yəni Allahın İslam dini, yəni sülhsevər bir yoldur. Allahın seçdiyi, yaratdığı bir yoldur. Hənif din Allahın dinidir. Və Allah deyir ki, həmin o hənif din hansı dindirsə, o qiymətli dindir. Biz indi bunu Quran oxuduqca hənif dinin hansı din olduğunu özümüz şahid olacaq inşallah. 31-ci ayədə deyir ki, Allah, ona tərəf dönərək və qorxun ondan və qalxın ayağa islahata və olmayın müşriklərdən. Allah deyir ki, Allahdan qorxun, müşrik olmuyor. Kimlərlə müşrik deyir Allah? 32-ci ayə, 31-ci ayəni tamamlayır. O kəslərdən ki, firqələrə böldülər dinlərini və oldular şiyələr. Yəni tərəfdarlar. Şiyə yox, şiyələr, yəni tərəfdarlar. Küllü dəstə özlərində olana fərəhlədir. Deməli, hənif dini, Allahın yaratdığı hənif dini parçalayıb, dəstələr, yəni firqələr yaradanları Allah müşrik deyir. İndi biz Quran ayəsini yenə də ayə ilə mən deyəcəm. 10-cu surənin 104-cü ayəsi var. Orada Allah yenə də, məsələn 105-ci ayədə səhv etmirəmsə, orada Allah yenə də üzümüzün hənif dinə çevirməyimizi deyir. Bu bir növdə bu qiblədir. 105-ci ayədə deyir və üzünü hənif dinə tərəf istiqamətləndir və müşriklərdən olma. Artıq Allah burada bir hənif dinindən müşrik olmadığını deyir. Yerdə qalan dinlərin müşrik olduğunu deyir. Bəs bu hənif dini hansı dindir? Biz bunu yenə də ayə ilə görəcəyik. Bu da, Allah bunun da adını deyir Quranda. Əl-İmran surəsinin, yəni 3-cü surənin 95-ci ayəsində. De, Allah doğru buyurur. Bir Allah düzdür, düz olduğunu deyir. Tabi olun milləti İbrahimə, hənifdir və olmadı o müşriklərdən. Allah düz deyir, yaratdığı dinin adını deyir burada və orada əmr edir, hökm edir ki, tabi olun milləti İbrahim millətinə. Bir o müşriklərdən deyil. Hənif din o dindir. Burada Allah adını deyir. Və sonra 6-cı surənin 161-ci ayəsində Allah bunu deyir. Yenə də hənif din. Yəni biz artıq 3-cü surənin 95-ci ayəsinə görə biz hənif dinə, İbrahim əleyhissalamın adı ilə adlanan hənif dinə tabi olandan sonra artıq biz hidayət olunduğumuzu görməliyik. Bunu da Allah deyir 161-ci ayədə. Deyir. Həqiqətən Rəbbim məni hidayət etdi yolun düzünə. Qiymətli din olan hənif İbrahim millətinə və olmadı o müşriklərdən. Bəli, biz artıq hənif İbrahim millətinə tabi olandan sonra biz hidayəti bu dində tapmalıyıq. Allah deyir ki, sən o dinə tabi olandan sonra sən hidayət olunmuşsan və onda çəkinmədən söylə ki, Rəbbim məni hidayət etdi,
qiymətli din olan Hənif İbrahim millətinə bir o din müşriklərdən deyildir. Və 16-cı surənin 123-cü ayəsində 120-ci ayəsindən oxuyum inşallah. Həqiqətən İbrahim hənif olaraq Allaha mütib olan bir ümmət idi və müşriklərdən deyildi. İbrahim əleyhissalamın özü tək bir ümmət olub. O müşrik olmuyor. O heç bir şeyi Allaha şərik qoşmuyor. Firqədə olmuyor. Onun nemətlərinə şükür edir. Demək, biz müşrik olmamaq üçün o bir ayətlərdə Allah izahını verir. Onun nemətlərinə şükür edərdi. Seçdi onu və hidayət etdi onu tərəfinə yolun düzünü. Demək, İbrahim əleyhissalam Allahın verdiyi bütün nemətlərə şükür edib və Allah da onu seçir və hidayət edir onu öz yoluna. Biz ona dünyada yaxşılıq əta etdik və həqiqətən o axirətdə salihlərdəndir. Demək, İbrahim əleyhissalama Allah dünyanı da verir. Axirətin də günündə o əməli salih olanlardan olacaq. Biz də çalışmalıyıq ki, həmin o əməli salih olanlardan olaq. Sonra, bütün bunları Allah bizə söyləyəndən sonra 123-cü ayədə artıq Allah hər birimizə vəh edir. Sonra biz sənə vəh etdik. Bu, hər bir o dinə tabi olan, yəni bu Qurana tabi olan haqqı axtaranlara Allah vəh edir. Bunları deyəndən sonra. Tabi ol Hənif İbrahim millətinə və olmadı o müşriklərdən. Bir o dinə tabi olmağı deyil, müşriklərdən olmamağı deyil. Və 4-cü surənin 125-ci ayəsində Allah Hənif yenə də deyil, deyək ki, bizim hamımız sual edəndə ki, bizim hansımız, hərəmiz bir dindəyik, deyək ki, Adəm xaçpərəstdir, deyək, Əl-Rıza Yəhudidir, o biri qardaş katolikdir, mən deyək ki, və yaxud o biri qardaş İbrahimin dinindədir, mən də deyək ki, nə bilim, katolikam. Biz sual edəndə artıq 4-cü surənin hansımızın düz olduğunu biz bilmək üçün 4-cü surənin 125-ci ayəsini oxuyanda Allah burada deyil, izah edir. Kim yaxşı ola bilər? Yəni bizim aramızda kim yaxşı ola bilər? Din etibarilə o kəsdən ki, təslim edə vəçini Allah üçün, yəni özünü Allaha təslim edə və o yaxşılardandır. Kim Allaha təslim olursa, Allah deyir, o yaxşılardandır. Və tabi olur Hənif İbrahim millətinə. Götürdü Allah İbrahimi dost. Və bizdə, bizim aramızda kim həmin dinə tabi olubsa, Allah deyir ki, o yaxşılardandır. Yəni artıq onu Allah yaxşılardan adlandır. Yəni o yaxşı edir ki, həmin dinə tabi olur. Və Allah İbrahim əleyhissalamı dost götürdüyü deyir. Və 2-ci surənin 130-cu ayəsində artıq yerdə qalanlarımızın Allah kim olduğunu bizlərə deyil. Kim uzaqlaşar millətindən İbrahimin, yəni o dindən kim kənardadırsa, başqa dinin ardınca gedirsə, Allah onu deyir. Ancaq kim ki səfeh etdi nəfsini, əlbəttə biz seçdik onu dünyada və həqiqətən o axirətdə salihlərdəndir. Allah deyir, İbrahim əleyhissalamın adı ilə adlanan Hənif dindən başqalarını ardınca gedənləri səfeh, yəni türk dili akılsızdır, akılsız adlandırır. Buna görə də biz hətta bunu 42-ci surənin 13-cü ayəsində də Allah bütün Allah rəsullarının həmin dində, İslam dinində, yəni İslam dinin üçün oxuyacağım inşallah, adı bax həmin Hənif İbrahim millətinin adı iləndir. 42-ci surənin 13-cü ayəsində Allah deyir, şəriət etdi sizin üçün dində, bizim hamımız üçün dində şəriət edir. Nə ki, vəsiyyət etmişdi onunla Nuha.
Nuh əleyhissalama Allah vəsiyyət eləmişdi ki, hansı dində olsun? Odur ki, vəhy edirik sənə. Demək, bizim hər birimizə Allah vəhy edir bunları. Nə ki, vəsiyyət etmişdi onunla İbrahimə və Musaya və İsa'ya ki, ayağa qalxın din üçün və firqələrə bölünməyin onlar. Heç bir Allah Rəsulu din gətirməyibdir. Allahın dinini insanlar parçalayanda Allah Rəsulu qaldırır bütün dinlərin üzərinə. Yəni Allahın dinini bir daha yaşayırlar. İslam dinini bir daha yaşadırlar. İnsanlar deyək ki, Musa əleyhissalamın zamanında belə deyək də İslam dininə gələndə artıq orada hidayət olunmuşları Yahudi adını götürdülər. Yahudi dinini, yəni İsrailoğullar deyək də, yaratdılar. Ondan sonra İsa əleyhissalam gəldi və dedi, ay İsrailoğulları. O Yahudilərə demir. Yəni hidayət olunmuş bu Quranla gedənlərindən deyir. Kitab əhlindən deyir ki, ay İsrailoğulları, mən sizin üçün rəsul gəlmişəm. Və eləcə də o öləndən sonra artıq yenə də firqələr başladı, xaçpərəst dünyası yarandı və Allah Həzrəti Muhammed əleyhissalamı bütün dinlərin üzərinə qaldırdı. Həzrəti Muhammed əleyhissalam yenə də bu ayəyə görə gəlib Allahın dini üçün qalxıb deyib, gəlin birləşin, haqdan yapışın, Qurandan yapışın, Allahın dinində olağın, İslam dinində, firqələrdə olmayalım. Hətta ayənin axırında deyir ki, müşrikləri, yəni artıq firqədə olanlara Allah müşrik adlandırır. Böyük gəlir onları Allahın dininə çağıranda. Qəbul etmirlər də ona görə. Hətta 27-ci surənin 76-cı ayəsində Allah Quranın İsrailoğullarına hekayət etdiyini deyir. Deməli, bu Qurana tabi olanları Allah İsrailoğlu adlandırır. İsrail Yəhudi demək deyil. Diqqət yetirsək, Allah deyir ki, İsrailoğulların biz aləmlərdən üstün yapdıq. Bu tamam başqa bir mövzudur. Ona görə də biz qaydaq yenə də İslam dininin hansı din olduğuna Allah Əl-İmran surəsinin 64, 65, 67, 68-ci ayələrini bizlər üçün nazil edib. Görək Allah nə deyir bu ayətdə? Yəni, hər birimiz kitab əhliyik. Allah deyir 64-cü ayədə, de. Bu de hər bir zaman üçün mövcud olan vaxta işarə edir. Yəni, bunu hər bir kəs o dinə tabi olandan sonra başqalarına deməlidir. Bu cür ötürməlidir bir-bir, hamı bilməlidir ki, haqq din hansıdır? Ay əhli kitab, yəni həpimiz Quran əhli olduğuna görə Allah bizlərə müraciət edir. Gəlin tərəfinə o kəlmənin ki, bərabərdir bizim və sizin aranızda. Yəni bizim həpimizin aramızda bərabərdir. Nə? Allahın dini. Bax, ibadət etməyək Allahdan başqasına və şərik qoşmayaq onunla bir şeyi, bir əşyanı belə, bir şeyi, hətta özümüzü belə şərik qoşmamalıyıq. Yəni özümüzü biz kəndimizi təriflədikcə, həmd etdikcə, övdükcə biz onda özümüz bilmədən özümüzü də şərik qərar vermiş oluruq. Və götürməsinlər bəzimiz bəzisini ağa Allahdan başqa. Əgər üz döndərdilər və deyin, şahid olun bizimlə təslim olanları. Bir-birimizi böyük tutmamalıyıq. Yəni, hər birimiz Allahın qanunu qarşısında bərabərik. Yəni, bir-birimizi ağa, böyük tutmamalıyıq. Və deyin, hər birimiz şahid olmalıyıq ki, kim təslim olur? Və deyir, Allah, şahid olun ki, mən təslim olanam. Yəni, Allahın təslim olma dinini yaradır. İndi oxuyacağım inşallah onu da. Ay əhli kitab, insanlar İbrahimin dini haqqında mübahisə edirlər, höccətləşirlər, çəkişirlər, dartışırlar. Allah bu ayəni qoyubdur. Ay əhli kitab, nə üçün höccət edirsiniz İbrahim barəsində?
Bir halda ki, Tövrat və İncil nazil edilib ancaq ondan sonra. Məgər əql etməzsinizmi? Deməli, Tövratda da, İncildə də İbrahim əleyhissalamın dini olduğunu deyir Allah. Deyir, niyə hüccət edirsiniz? Ondan sonra gəlibdir. Deməli, Allah İbrahim əleyhissalamın adı ilə adlandırırsa bu dini, deməli, Tövratda da həmin din olur, İncildə də. Və sonra deyir, olmadı İbrahim, yəni 67-ci ayədə, nə hidayət olunmuş, nə yardım olunmuş. Bunun ərəbcəsində Yəhudiyə, Nəsrani deyir. Lakin oldu, yəni olsun lap belə, yəni İbrahim əleyhissalam nə Yəhudi deyildi, nə xaçpərəst deyildi. Və lakin oldu hənif, təslim olan və olmadı müşriklərə. O Allaha təslim olub. Nə Yahudi olub, nə xaçpərəst olub, nə müsəlman olub, nə sünni olub, nə şiə olub, heç birindən olmuyor. O tək özü bir ümmət olaraq Allaha təslim olub. Bizim hər birimiz Allaha təslim olmalıyıq. Təslim olma dinini Allah yaradıbdır. Və sonra deyir, həqiqətən dost İbrahimlə insanlardan o kəslərdir ki, tabi oldular ona, yəni İbrahimə. Və bu nəbi, bu Peyğəmbər, Allah burada bu nəbi deyəndə bu Məhəmməd əleyhissalama da aiddir və Allahdan xəbər verən bütün elçilərə aiddir. Diqqət yetirək ayəyə. Bu nəbi və o kəslər ki, inanırlar və Allah dostudur inananların. Bəli, Məhəmməd əleyhissalamın özü də bu dində olur. Həmin Allahın nazil etdiyi dində. O özündən din gətirməyib. O gəlib Allahın dinini bir daha bəyan edibdir. Bütün dinlərin üzərinə gəldiyini deyir Allah. Və sonra 2-ci surənin 131-ci ayəsində Allah artıq təslim olma dininin hansı din olduğunu deyir. Allah necə təslim edir? Vəhnə. İbrahim əleyhissalama Allah deyir. Onda dedi onun üçün Rəbbi təslim ol. Yəni İbrahim əleyhissalama vəh edir, təslim ol. Görə o nə deyir? Dedi, təslim oldum aləmlərin Rəbbi üçün. O Allaha təslim olur. Və 132-ci ayədə isə deyir, vəsiyyət etdi onunla İbrahim oğlanlarına və Yəqub. Deməli, təslim olma dini İbrahim əleyhissalamda, Yəqub əleyhissalamda öz oğlanlarına vəsiyyət edir. Ay oğlanlarım, onun etdiyi vəsiyyətdir. Biz hər birimiz Allaha təslim olandan sonra öz övladlarımıza həmin təslim olduğumuz dini vəsiyyət eləməliyik ki, yəni çaşmasınlar, firqədə olmasınlar, yəni şeytan onları uzaqlaşdırmasın. Ay oğlanlarım, həqiqətən Allah seçdi sizi, sizin üçün dini və ölməyin ancaq siz təslim olanlar olaraq. Allah deyir, sizin üçün öz dinini seçib və siz ancaq Allaha təslim olan halda ölməyə çalışın. Biz də 5 vaxt ibadətimizdə Allahdan istəyirik ki, bizə təslim olan halda vəfat bağışlamağını Allahdan istəyirik. Və 133-cü ayədə isə deyir, yoxsa oldunuz şahidlər, onda hazır idi Yəqub ölümə, onda dedi öz oğlanları üçün. Yəni Yəqub əleyhissalam ölüm ayağında, ölmək zamanı öz oğlanlarını çağırır, bir daha soruşur onlardan. Nəyə ibadət edəcəksiniz məndən sonra? Dedilər, ibadət edəcək ilahinə sənin və ilahisinə atalarının sənin, İbrahimin və İsmailin və İshaqın vahid ilahisinə və biz onun üçün təslim olanlarıq. Demək, onlar bir vahid ilahiyə, Allaha ibadət edib və Allaha təslim olacaqlarını deyir. Və 134-də deyir, bu ümmət əlbəttə xələdir. Onun üçündür nə kəsb etdi və sizin üçündür nə kəsb etdiniz. Və sual olunmazsınız, nədən ki oldular əməl edənlər. Yəni, həmin ümmət artıq nə iş görübsə, özləri üçündür. Və biz onların etdiyi əməllərə görə sual olunmayacaq. Eləcə də Məhəmməd əleyhissalamın, İsa əleyhissalamın, Musa əleyhissalamın
zamanında Allah'a təslim olanların etdiyi əməllərdən bizdən sual etməyəcəklər. Nə də bizim etdiyimiz əməldən onlardan sual etməyəcəklər. Və 135-ci ayədə deyir, insanları Allaha tərəf dəvət edəndə onlar dediklərinə deyir. Və dedilər, bizə deyirlər, yəni xaçpərəst istəyir, xaçpərəst olar, Yahudi istəyir, Yahudi olar, Sünni istəyir, Sünni, Şiə istəyir, Şiə. Bu cür hər biri öz dininə dəvət edir. Və dedilər, olun hidayət olunan, yaxud yardım olunan, yəni olun Yahudi və ya xaçpərəst. Doğru hidayət olunasınız. Deyil, bəli, milləti İbrahimin hənifdir, olmadı müşriklərdən. Deyirsiniz, deyin, İbrahimin dininə tabi olandan sonra, artıq onun haqq olduğunu görəndən sonra, bütün insanlara deyin, bir müşriklərdən olmayan din İbrahim əleyhissalamın dinidir. 136-cı ayədə deyil, deyin, biz inandıq Allah'a və nə ki nazildir tərəfimizə, yəni bizə nə nazildir? Quran, Allahın hökmləri. Və nə ki nazildir tərəfinə İbrahimin və İsmailin və İshaqın və Yəqubun və nəsillərinə və nə ki ətə olunub Musaya və İsaya və nə ki ətə olunub nəbilərə, yəni xəbər verənlər ərəblərindən, fərq qoymuruq arasında bir kəsin onlardan və biz onun üçün təslim olanlarıq. Biz Allah elçilərinin arasında fərq qoymamalıyıq. Biz Allaha təslim olmalıyıq. Diqqət yetirsək, ayədə deyil, Musaya və İsaya verilən və nəbilərə, artıq bu Quran hər birimizə verilir. Nəbilərə deyil, yəni Muhammed əleyhissalam da orada gedir və ondan sonra axirətin gününə qədər gələn nəbilər deyil, cəmdir, toplum halda deyil. Yəni bütün peyğəmbərlərə aid olduğunu deyil. Belə ayətlər çoxdur və təslim olma dinini də İbrahim əleyhissalam adlandırdı. 22-ci surənin 78-ci ayəsində deyil. Cəhd edin və çalışın Allah yolunda, haqq cihadla. Yəni cəhd edin, Allahın yolunda çalışın. Malınızla, canınızla, nəfsinizlə cihad edin. O seçdi sizi. Deməli, həmin dində olanları Allah seçir. Və etmədi sizin üzərinizdə dində çətinlik. Deməli, Allah dini asanlaşdırır. İnsanlar dini çətinləşdirir. Və həmin dində deyil, atanız İbrahimin millətidir. O adlandırdı sizi bundan qabaq muslim. Yəni təslim olan, müsəlman yox, muslim təslim olan deməkdir. Və bu da olsun Rəsul şahid üzərinizdə. Burada artıq diri Rəsulun şahid olacağını deyir. Və olasınız şahidlər insanlar üzərində. Qalxın ayağa islahata və əta edin zəkatı. Allah ilə yapışın. O Mövlanızdır sizin. Yaxşı Mövladır və yaxşı nəsirdir. Allah yenə deyir, atanız İbrahimin millətidir. İbrahim əleyhissalama Allah 2-ci surənin 131-ci ayəsində dedi, təslim ol. O da dedi, təslim olduğum aləmlərin Rəbbinə. Və həmin onunla artıq təslim olma dinini İbrahim əleyhissalam adlandırır. Və 3-cü surənin 19-cu ayəsi var. Həqiqətən din Allah yanında təslim olmadır. Deməli, Allah təslim olma dinini adlandırır. İslam. İslam kökü, sözün kökü salam, yəni sülhsevər dindir. Bugün müsəlmanlarda sülhün tərəfdarı olmadığına görə, onlar fitnə, fəsad törətdiklərinə görə, onlarda İslam dini yoxdur. Onlar sülhün yox, müharibənin tərəfdarıdır. Amma Allah isə təslim olma, sülh, İslam dinini yaradıbdır. Və ixtilaf etdilər paxıllıqdan öz aralarında. O kəslər ki, ətə olunmuşdur kitab. Ancaq ondan sonraki gəldi onlara elm. Kim küfür edərsə Allahın ayəti ilə və həqiqətən Allah surətlidir hesaba. Deməli, insanlardan İslam dininə gəlməyə paxıllıq edirlər. Yəni, onlar fitnə, fəsada üstünlük verirlər.
elm gələndən sonra, yəni kitab verilib, elm gələndən sonra deyir Allah. Və 20-ci ayədə yenə deyir. Və əgər hüccət edərlərsə səninlə, yəni səninlə mübahisə edərlərsə və onda deyil. Necə ki, mən deyirəm, mən təslim oldum, mən özümü Allaha təslim edəndən sonra bunu əminliklə deyirəm və hər birimiz Allaha təslim olanda bunu deməliyik. Mən təslim etdim vəçimi Allah üçün və kim ki mənə tabidir, kim də mənə qəbul edirsə, biz Allah üçün təslim olmuşuq. Və dedi o kəslər üçün ki, əta olunub kitab və ümmilərə, yəni oxumamışlara, kitab verilmişlərə deyilir. Siz də təslim oldunuzmu? Yəni təslim olandan sonra yenə də başqalarına tövsiyə etmə. Siz də təslim olmuşsunuz, sual verin. Əgər təslim olsalar, fəqət hidayət taparlar. Kim Allaha təslim olsa, o hidayət tapacaqdır. Və əgər üz döndərsələr, onda sənin üzərində olan ancaq təbliğdir və Allah bəsirdir bəndələrinə. Kim təslim olsa, hidayəti o tapacaqdır. Amma kim ki üz döndərsə, Allah deyir, sənin üzərində olan ancaq və ancaq təbliğ olduğunu deyir.